Bir uzaq bir məmləkətdə bir padişah var imiş. Gəlib bu padişaha xəbər verirlər ki, bəs padişah sağ olsun, büdcədə pul azalıb, pulu düzəldə bilmirik, büdcə kəsirdədir. Bəs neyniyək? Gidin xalqdan cərimə yığın, cərimələr alın, vergiləri artırın, yığındı. Akşam bunun məmurları daraşırlar xalqın canına, vergilər yatlar yığırlar, cəni doldururlar. Padişah görür ki, bunlar bu oyunu çıxartdılar, heç bu xalqın vecinə gəlmədi, bunların səs sorağı çıxmır. Bundan ruhlanır, deyir, vergini 2 qat artırın. Bəli, bunlar da vergini 2 qat artırırlar. Düşürlər bu xalqın, millətin canına. Kimi harda gördü, cərməliyirlər. Lazım gəldi, gəlmədi, vergi tutub alırlar. O üçün büdcəyə pul toplayırlar. Padişah görür ki, yenə heç bu xalqdan səs soraq çıxmadı. Heç bunlar nə dinir, nə danışır. Hər öz işində, gücündədir. Deyir, vergini 5 qat artırın. Özü də vergini alandan sonra özün də döyün. Bunlar başlayırlar xalqa laf zülm eləməyə. Vergini 1-ə 5 artırırlar. Başlayırlar, kimdən gəldi, vergi alırlar, toplayırlar, özünü də tutub, qırmaclayıb, döyüb bırakırlar. Padişah görür, yenə bu millətdən səs soraq çıxmadı, axırı özünün səbri çatmır, deyir, bu milləti topalayın bir yerə görün, bunlar nə dərəcəydilər. O üçün milləti topalayıb yığırlar bir yerə. Deyir, ey millət, sizə bu qədər zülm olunur, hiç sizin səsiz sorağınız gəlmir, nə şikayət eləmirsiniz, nə bir deyinmirsiniz, nə şikayətiniz var, mən artıq buna dözə bilmirəm, və siz nə deyirsiniz? Bir nəfər əlin qaldırır, padişah sevinir ki, axır ki, bu millətin içərisindən bir dənə cəsarətlisi tapıldı. Deyir, buyur, görüm nə deyirsən, nə şikayət edirsən, nə demək istəyirsən. Deyir, padişah sağ olsun, bizim heç bir şikayətimiz yoxdur. Ancaq o zopa vuranların sayını artırın ki, biz növbəyə durmaqdan da bezmişik. O zopa vuranların sayı çox olsa, biz çox növbəyə dayanmarıq. İşimiz tez başa gələr. Padişah baxır, görür, bu millətdə icat yoxdur. İndi qardaş, deyəsən, elə biz o millət oxşamışıq. Başımıza nə qədər oyun gətirirlər, cərimələri gündən günə artırırlar, vergini artırırlar, hər gün qiymət qalxır, bizim heç vecimizə deyir. Görəsən bizim axırımız nə olacaq? Allah çatsın bizim dadımıza. Sağ olun, Allah sizi qorusun, ey mənim əziz xalqım.